Mən Ziya Bəkirov 1973-cü ildə Zərdab rayonunun Pərvanlı kəndində anadan olmuşam. Pərvanlı kənd orta məktəbini bitirmişəm. 92-ci ildə Zərdab Hərbi Komissarlığı tərəfindən Milli Orduya çağırıldım. Ümumi hərbi təlim keçdikdən sonra Qarabağa göndərildim, torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirak etdim. Ermənilərin Xocavənd rayonunun Qarakənd kəndində xeyli qüvvəsi toplanmışdır. Kəndə Ermənistandan və digər ölkələrdən çoxlu sayda terrorçu və muzlu əskərlər gəlmişdir. 91-ci ilin noyabr ayında bu kəndin səması üzərində ermənilər tərəfindən helikopterimiz də vurulmuşdur. Milli ordumuz bu kəndi düşməndən təmizləmək üçün bir neçə döyüş əməliyyatı keçirdi. 92-ci ilin sentyabr ayında kənd uğrunda aparılan döyüşlərin biri mənim son döyüşüm oldu. Biz şərəflə yaşadıq, əskər kimi getdik, şəhid kimi döndük. Ən böyük istəyimiz isə torpaqlarımızı düşməndən azad etmək idi.